Proqnozlara görə 2035-ci ilədək dünyadakı elektromobillərin sayı 80 milyondan 510 milyona yüksələcək. Bu tip nəqliyyat vasitələrinə artan maraq ekoloji mühitin çirklənməsinin qarşısını alır. Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə 2026-cı ilin sonuna qədər dünyada elektromobil satışları 23 milyon ədədə çatacaq. Bu göstərici qlobal avtomobil satışlarının təxminən 30%-nə bərabərdir. Ölkəmizdə də elektromobillərə maraq yetəri qədər yüksəkdir. Bəs belə avtomobilləri alarkən hansı məqamlara diqqət etmək lazımdır? Mütəxəssislər deyirlər ki, elektromobilləri alarkən əsas diqqət edilməli məqamlardan biri batareya növünün doğru seçilməsidir. Bu da hər avtomobilə görə dəyişir. Tam elektrik və ya da plug-in hibrid avtomobili əldə edərkən yaxşı olar ki, burada əsas məsələ bateriya olduğuna görə bateriyanın litium və ya da ki, dəmir fosfat olması məsələsində daha diqqətli olsunlar. Bateriya litium yox, dəmir fosfat olsun və bilirik ki, bateriya bütün plug-inlərdə və tam elektrik avtomobillərdə avtomobilin alt hissəsində yerləşdirdiyinə görə və bu ani zərbə anında bilirik, litiumlar daha həssas bir bateriya forması olur. Dəmir fosfatlarsa zərbə anında enerjini buraxdığına görə istifadəçilər üçün də daha bir təhlükəsiz forma yaradır. Bu avtomobillər ən son texnologiyalara cavab verir və müştəriləri də bununla cəlb edir. Elektrik mühərrikli avtomobillərin əsas üstünlüklərindən biri də bu nəqliyyat vasitələrinin monitordan idarə oluna bilməsidir. Və avtomobillərin üstünlüyü ondadır ki, yəni şarj olunmağına yanaşı hər hansı bir gəzintidə və ya da ki, sizə elektrik lazım olduğu zaman, yəni avtomobildən 220 voltla rahat enerji də götürə bilirsiniz. Digər tərəfdən isə qiymətlərinin Avropa istehsalı olan maşınlara nisbətən daha münasib olmasıdır. Çin istehsal olan avtomobillər ümumiyyətlə ölkəmizə daxil olduqdan sonra ilk zamanlarda istehlakçılar tərəfindən bəzi şübhələr var idi. Ki, yəni nəyə görə bu qədər ucuz qiymətə, bu qədər çox texnologiya var. Bəlli bir zaman keçdikdən sonra insanlarda artıq inam yaranmağa başladı. Bu da ondan irəli gəlir ki, artıq ölkəmizdə biz də görürük ki, 10 avtomobildən 5-i Çin istehsal olan maşınlardır. 2025-də avtomobil satış sayı 70 minə yaxın olub və bu avtomobillərin 68%-i Çin markasına aid brendlərdir Azərbaycan bazarında. Və bu rəqəm 2024-də nisbətdə 114% artımdır avtomobillərin satışında. Eyni zamanda bu rəqəmlərin 68%-i isə Çin brendlərinin payına düşür. Bir sözlə, bazarda istənilən zövq və qiymətə istər plug-in hibrid, istərsə də tam elektrikli avtomobillər tapmaq mümkündür. Nigar Babayeva, Sabir Şahbələdov, Telesəhər.